Bir saniye. Burada müəllim dövrün sayı 27 ölü. Saniye bakalım. Deyik ki 162 çap olunub. 162 çap olunubsa S-in qiyməti çap olunub da düzdür? Deməli mən nə edəcəm? Birinci 162-ni böləcəm 2-yə. Bu 2-yə. Başlanğıc qiymətə. Onda eləyəcək 81. 81-də 3 üstündə 4 deməkdir. Yəni bu isə 4 dəfə icra olunacaq. Okey? Səhvim. Neyse soran mən. Sonra nə edirik? Nə varıq? Deməli, ən böyük nə istəyir bizdən? Ən böyük qiyməti? Hə, ən böyük qiymət. Ən böyük qiymət deyirsə, dövrlərin sayından biraz götürürük. Düzdürmü? Hı. Deməli, 3 dəfə dövr götürəcəyik. N üstə gəlinsin, 3 vuraq 7. Deməli, kiçikdir 145-dən. Hər vaxtınız xeyir. Buradan n kiçikdir 145 çıxılsın 121. Bu da 124 eləyəcək. Yəni n'imiz kiçikdir 124-dən. N alacağı ən böyük qiymət 123 olacaq. Bax bu. Mən nə vermişəm ay müəllim? 2-ni vurmuşam 3K-ya. 2 121 hardan aldınız müəllim? 21 oldu. 121 almadım, 123 aldım. Hə bu, hə 21, sorry. Hələ 20 çıxanda düz çıxmışam, amma səhv yazmışam ona. Müəllim, mən harda səhv eləmişəm? 2-yi vurmuşam 3K-ya. Sonra bərabər eləmişəm 162-yə. Sonra oradan K-nı 81 yox, K-nı 27 27 tapmışam. tapmışam. O, neysə bunlar mənə çatmır da. Aləmi qatmışıq bir-birinə ilə. Bəli. Bu gün axşama kimi sınaq işlə daha gözlərim Allah hamısı qarışır bir-birinə. Bu sınav attım da sizə təzə. Hə müəllim, dərsi bir saat İkisini başladı qalmış. işləmişəm, amma verilənlər bazasında 5 dənə səhv. Bax, bir nəfər işləyib deyəsən elə. 5 dənə səhv eləmişəm. Amma birisində 2 dənə səhvim oldu. Əməliyyat sistemində. Hə, onu gördüm. Çox diqqətsizlik edirəm, ey müəllim. Hədsiz. Biz indi bu nəyə baxmalıydıq? Verilənlər... Amir, baxırda test atdınız da, dediniz onun sual cavab bizim deyirsən. 38 səhv. Hə, o bilmirəm, onu bu günləri çatdı, hamı yəni onu eləyəkmi bir qıraqdan, yoxsa Onu bəlkə sabah eləyərdim mən. Onu indi atıbsınız. Mənim orada çoxsu bildiklərimiz də, yəni onlara təkrar baxıb neyinirik? Qeyri-adi bir şeylərə baxaq geçsin də. onda belə bir şey deyim də, onu işləyək sabaha qədər. Sabah onsa yenə qoşulacaq da axşam. Sabah sonuncu gündür də onsuz. Sabah biraz tez qoşularıq özdə mümkünsə, lap gecəyə qalmayaq. Mənim səhər qoşulalım. Səhər yox, səhər çatdırmalıyıq. Bir nəfəsində istənməz. Axşam üstü qoşulaq qoşulmasına, amma şeydə yox da dayı, 9-un, 10-un yarısı yox. Çünki bizim yatmağımız var, səhər durub imtahana getməyimiz var. Ona görə biraz tez, saat 8-də falan qoşulaq. Yata biləsi yox mənim imtahan həyəcanına. Vallahi sizi bilmirəm, mən yatacam. Birinci Ben imtahan indidən deyil, hər nə qədər imtahan verilmişik bu vaxta kimi. Nə olacaq, olacaq. Bizdə Müəllimə evdə siz oturub önünə mən baxın. 15 il əvvəl verdiyim imtahandan sonra yox. 2 dəfə diaqnostik iştirak eləmişəm. Ondan sonra heç imtahan verməmişəm. İndi həyəcan basır. Əslində boşa verəndə insan belə rahat olur da. Yəni çox fikirləşdikcə çox həyəcanlanır. Yəni elə də ciddiyə almaq lazım deyil məncə. Mən açığı desəm, hazırlıq keçməsəydim ümumiyyətlə həyəcan olmazdı, qəti.
İndi həyəcan var. O da səbəbi şeydi. Belə deyək də, özüm deyiləm də. Yəni özüm nə nəticə yığacağam o qədər də umurumda deyil. Kənar qınaqdır da müəllim, bizdə də elə. Yox, Yox, heç Müəllim, kənarına mən- mənim haqqımda kimin nə deməsi umurumda deyil. Sadəcə olaraq hazırlıq keçmişəm. Sizin nəticələrinizə görə həyəcan keçirdirəm. Yoxsa belə mənim o qədər də umurumda deyil imtahan. İnşallah. Mən 42 Yaxşı olar səviyyə- inşallah. İnşallah. Kim nəsə deyirdi müəllimə? Mən nə qədər sınaq edirəm ki, ən hasadlarda, bit baytlarda hasad bilib üstündən keçirəm onların. Səhv orada eləyir. O problemdir də. Beyin- Elə Beyin avtomatlaşmayıb da, elə bir ki, asan da olsa da ondan çoxlu eləməmişik. Sonra görürük ki, yəni xırda bir səhv olur. O da çox həmən 20 megabiti kilobayta çevirməkdə səhv eləmişəm. o beyin vərdiş deyil də, asandır, amma beyin elə bir ki, Mən bura iki dənə avtomatlaşmalıdır. qrupa test atdım. Bir dənə ona zəhmət olmasa baxardınız. Rövşən müəllim dost düşəcək bizə. Çünki siz ümumi sınaqlarda salırsınız. Mövzu sınaqlarında da gördüm. səhvdir. Sonra Bildim, səhv, onları bilir, səhv elədi. Orada hardan, burada 9 almışam, düz almışam. Amma məncə 10 olmalıdır. Bir dənə buna baxa bilərdiniz. neçə ədəd sıfır rəqəmi? Ən böyük qüvvət neçədir? 240-dır da. Bir dənə 240 240. 241 alınacaq da. 2 dənə 240, 241 alınacaq. Düzdür? Bəli. 240 Onda biri çıxanda 10 qalmalıdır. Yox. Bircə saniyə. 240 deyil, 241. 41-i bölürəm 16-ya. 16 nə idi? 4-ə. 10 qalıb 1. Deməli bu ilk rəqəmimiz 201 olacaq. Yəni 2 olacaq. Dalınca 10 dənə 0. Amma indi burada bir dənə 210 da var axı. Ona görə bir dənəsi azalacaq. Qalacaq 9 dənəsi. Düz yazmışsın. Ona düz yazmışam, 9 düz Amma yazmışam. Amma testi tərtib edən kimsə, məsəl üçün mən olsam 10 cavabını da ora qoyardım. Bu tipli suallarda Müəllim axı 241-i niyə böldük müəllim? Ən yüksək var, həmişə bu tipli suallarda ən yüksək qüvvət neçədirsə ona baxırıq. Burada 240, üstə yerə 240 var. Bu 241 eləyir də, 2 dənə 240 var, 2-yə də vuranda 241 eləyir. Bu 41-i də 16-ya çevirirəm də, ikili say sistemindən 16-lara keçəndə qüvvəti 4-ə bölürəm sadəcə. 10 qalıb 1. Amma bu ikilikdə verilsəydi, burada 10 olmalı idi, onda cavab. Necə ikilikdə verilsəydi? İkiliyə çevirmək də ikilikdə neçə Yox, dənə sıfır oldu? ikilikdə verilsəydi də 40 olacaqdı cavab. 40 dənəsi. Çünki normalda 41 sıfır olur. Hı. Bir dənəsi azalır da bu 210-a görə. Bir də zəhmət, bundan qabaqkına bir dənə baxardınız da, o başa düşə bilmədim. Mən orada, yəni cüt rəqəm olanları soruşurdu Bu sayını. ümumiyyətlə səhvdir, bu yanlışdır. Yəni belə proqram olmur. Yəni düz olan tərəfi yoxdur axı ki, hissəyə baxasın. Bu da mən ancaq belə fikirləşdim ki, 2-yə bölünəndə 0 alınan indeksi olanları onda seçmək lazımıymış. Həmən. Sual səhvdir. Niyə dirənirik ki onun üstündə? Boşuna belə şeylərlə niyə vaxt içirirsiniz ki? Yəni o qədər test atmışam, oturun onları işləyim olmaz. Eləmişəm, onları da eləyirəm. Prost bu atlar cavab həmən dəqiqə çıxır deyə. Mən onsuz cavab həmin dəqiqə çıxır da, işləyim nə qədər test atmışam o. Python-dan elə bir test atmışam, onları işləyib qutarmıyorum. Hər testdə baxıram 10 nəfər, 12 nəfər belə işləyiblər, az adam işləyib. Burada nə eləyir? Bunlar Xəyyamın testləri deyil, boş-boş mənasız şeylər danışır. Bilmirəm, qrup var, bir dənə qrup ora atmışdılar, indi atdılar onu elə işte. Bunların hamısını kiçik hərflə yazır. Sonra ümumi uzunluğundan 3 çıxıram. Yəni buna qədər Azərbayı götürəcək. 3 dənə eksik. Y-də da axırdan deməli ilk 4 dənəsini götürəcək. Azəri götürəcək. Deməli bu olacaq Azərbaycan. Bu da olacaq Azər.
X-də gələ Y-də A-ların sayını istəyir. 1, 2, 3 dənə. Bu nədir? Bunu siyahıya çeviririk. Və Y, N. Müəllim, biraz böyütmək olar. Gözüm yaxşı görmür. Yaxınlaşdırma olmur, elə şəkil kimidir deyə. Deməli, sıfırdan N-ə qədər 2 addımı ilə gedirik də. Belə götürəcəyik də. P-ni götürəcəyik. T-ni götürəcəyik. Bir də O-nu götürəcəyik. Sonra nə edirik? Birləşdiririk bunu. P, T, O aralarına ulduz yaza. Öyle mi? Bəs niyə O ilə P-da salmayıb? Burada cavabı səhv verib, yox. Hə, siz bu yazan kimsə yazan səhv yazıb, budur cavab. Mən yazmışam. Hə. Hə, bunu da 2-yə vuracağıq da. 2-yə vuranda da 2 dəfə bunu olduğu kimi yazacaq. Burada başa düşülməyənlər ki, problemli olan. Müəllimə deyir ki, orada O ilə P-nin arasında nəyə ulduz qoyulmayıb ki? O mənə də maraqlıdır. Çünki bunların arasında bu birləşdirici oyuna görə ulduz qoyub da burada. Budur da P ulduz, T ulduz, O. İndi mən bunu 2-yə vuranda bunu 2 dəfə ardıcıl yazacaq da. P ulduz, T ulduz, O. P ulduz, T ulduz, O. Niyə ulduz yazsın ki onların arasında? Deməli, bu da birinci bunların hamısını 2-yə çeviribdir. Sonra 0-dan 6-ya kimi götürüb. Kimi çevirməyib. Birinci siyahıya çevirib. Sonra 0-dan 6-ya qədər 2 addımı ilə götürüb də. P hərfini götürəcək, T hərfini götürəcək, O hərfini götürəcək. 2 addımı ilə deyə. Hə. Sonra da onu siyahıya əlavə elədik. P, T, O-nu. Başa düşdüm. Sonra join elədik, ulduz qoyduq aralarına. Sonra da aldığımız cavabı 2-yə vurduq. Başa düşdüm. Yaxşı, bir də şeyləri vermişdim sizə, soruşacağım demişdim. Layihələr haqqında var idi, verilənə bazasının haqqında. Normal formalar var idi, layihələr var idi. Düzdürmü? Atmışdım onu. Bir səhifəli bir şey idi. Gəlin onu sual cavab edək də. Kimdən soruşaq? Dediniz ki, axşamınız müəllim. 11-ci sinifin testlərinə baxacaq. Onu da Onu biraz siz gec qoşulduq. Dərsin əvvəlində dedik ki, müəllimlərə orada işləyə biləcəyi çox şey var da, müəllimlərin qoy hamı işləsin, sabah baxarıq ona. Hə, aydındır. Kompüter də açmışdım, alınmadı, ona görə gec oldu. Üzr olsun. Hə, problem yoxdur. Yaxşı, gəl sual cavab eləyək də. Kimdən soruşaq birinci? Afaq müəllim, sizdən soruşaq. Miqyasına görə layihələrin neçə növü var? Sadə, orta, mürəkkəb. Miqyasına görə. Deməli, mürəkkəbliyinə və ya miqyasına görə sadə, orta, mürəkkəb. Digər müəllimlər düz cavab verilir. Nə oldu? Heç kim bilmir. Baxmamışam mən. İcra müddətinə görə deyirsiniz. İcra müddətinə görə bildik. Ha, yaxşı, icra müddətinə görə hansılar idi? Qısa müddətli, Qısa orta müddətli, müddətli. orta müddətli, uzun müddətli. Qısa Aha. müddətli bir ilə də. Bəs miqyasına görə hansılar idi? Bayaq dediyim sadə, orta, Sadə, mürəkkəb. orta, mürəkkəb. Əslində elə yazılır orada təşkilat plandakı fəaliyyət sahəsində. Fəaliyyət sahəsinə görə təşkilatı, texniki, sosial, iqtisadi. Bəs orada bir dənə əsas kritik yeri qalıb. Onu niyə demirik? Nəyi müəllim? 3 qrupa ayırmısınız bunları.
Bəli, Fəaliyyət sahəsinə görə, icra hansılar? müddətinə görə, bir də mürəkkəbliyinə və miqyasına görə. Mürəkkəbliyinə və miqyasına görə bitişik yazmısınız, yəni bir kriteriya kimi. Yəni mən səhv yazmışam, buradan baxaq. Sadə orta Bu mürəkkəb deyil idi müəllim. ümumi sınavların birində də vardı müəllim. Elə belə çıxmışdı cavabı. Bəs biri də olmalıdır ya, lokal qrup, korporativ. Onu heç burada verməmişəm. Ben o dedim. Elm bir səfərlik PDF atmısınız, onun içindədir o. Bildim. Burada mürəkkəbliyinə görə sadə, orta mürəkkəb olur 3 növ, o heç. Miqyasına görə lokal qrup, korporativ olmaqla 3 yerə bölünür layihələr. Onu verməmişəm orada. İndi baxıram ya ona. Hə, müəllim, mən də deyirəm axı ki, yoxdur. Hə, mən belə soruşuram, burada yazmamışam. Bunu qeyd etmək lazımdır. Lokal qrup, bir də korporativ dediniz mənim. Lokal qrup, korporativ, bəli. Qeyd etdim. Qrupa müəllim diskleymer. Yaxşı. Bir dənə soruşaq da. Layihənin icra olunma ardıcıllığı necə idi? Deyim mənim. Bəli, buyurun, Afaq müəllim. Başlatma, planlaşdırma, icra etmə, bitirmə, nəzarət. Demək, Ardıcılıq bu, yoxsa bu mərhələlərdir mənim. Çünki ardıcılıq elə məncə düzgün gəlmir. Bitirmədən sonra nəzarət necə olsun? Planlaşdırma olmadan necə başlatma olsun? yox. Ümumiyyətlə, hər hansı bir şeydə elədir. Burada layihələrdə elədir. Məsələn, birinci layihəni başlayırıq, sonra planlaşdırırıq nə işlər görəcəksə. Burada şey yoxdur da, məqsədlə planlaşdırmanı qarışdırmırıq da. Hər hansı bir layihənin məqsədi ola bilər, bu başqa şey. Amma planlaşdırma məqsəd demək deyil. İcra etmə, nəzarət, Deməli, birinci nə edirik? Birinci başladırıq, sonra planlaşdırırıq, sonra icra edirik, nəzarət, Bitirmə və sonuncu sonra bitirdik, bitirəndən sonra da ümumi işə nəzarət edirik. Yəni, layihə artıq işləyir də bu dəqiqə. Layihəni başlatdıq, işlədirik, ümumi işə nəzarət edirik. Nəzarət deyəndə o nəzarət olur. Məsələn, deyək ki, hər hansı bir layihəmiz var. Tutaq ki, web-sayt yaradırıq. O da bir layihədir, kiçik də olsa bir layihədir. Yəni, hər şey, bütün işlər görülüb qutarandan sonra ümumi işə nəzarət eləmək lazımdır. Ya da məsələn, deyək ki, körpü tikmişəm. Okey? Yəni, körpüdə hər hansı bir problemin olub-olmaması üçün ona nəzarət eləmək lazımdır da. Anladım yəni. Amma dərslikdə 5-ci bitirmədir Rövşən müəllim. hə, axırda bitirmədi, nəzarətdən Onda sonra. onlar səhv, bəli, onda onlar səhv edir. Yəqin ki, şey yoxdur orada. Nədir? Ardıcıllıq yoxdur hə onda. Hə, xüsusi bir ardıcılıq yoxdur, ona görə veriblər. Birinci başlatma, planlaşdırma, icra etmə, nəzarət, bitirmə, belə gəlib ardıcıllıq. Hə, ola bilər, problem yoxdur. Sonra kim desin bizə? Ləman müəllimə, siz deyə bilərsiniz, şəlalə modeli deyəndə nə nəzərdə tutulur? Layihələrin mərhələlərə bölünməsinə şəlalə modeli deyilir, waterfall modeli. Mhm. Mərhələlər olmasına. Okey. Nurlanə müəllimə, birinci normal forma dedikdə nə nəzərdə tutulur? Deyim mən? Buyurun. Buyurun Nurdan müəllimə. Birinci forma odur ki, sətirlə sütunun kəsməsində yalnız bir qiymət olmalıdır. Hər xanada bir qiymət olmalıdır. Sətir və sütun kəsməsində hər xanada bir dənə qiymət olmalıdır. Bu bir. Demək, kimdən soruşaq növbəti? Kəmal müəllimə, sizdən soruşaq. İkinci normal forma nədir?
Çar idi, yəni başlıca açar. Deyim müəllim. Buyurun, buyurun. Açara daxil olmayan hər bir sahə açar sahənin bütünlükdə hamısından Yəni Asılı olmalıdır. hər bir sahə açarlı sahədən asılı olmalıdır, belə deyək. Yaxşı, üçdə isə hətta bir-birlərindən də asılı olmalıdır. yox, Nə? asılı olmamalıdır. Olmamalı daha doğrusu. Aha. Üçüncü normal forma onu deyir ki, açardan asılı olurlar, amma bir-birlərindən asılı olmasınlar. Ancaq açardan asılı olsunlar da belə deyir. Üçüncüdə isə bir-birlərindən də asılı olmamalıdır. Yaxşı. Müəllim, üzr istəyirəm. Bunun atdığınız bu PDF kimdə varsa bir dənə ata bilər təkrar qrupa. Mən tapa bilmirəm ya bunu. Gözlüyünü elə özüm atar. Bir saniyə. Mən Material də qrupunda da- oxumamışam, açığı tapmadım. Tapmadım, gəndə fikir verməmişəm heç, yəni elə bir şey varsa. Gözlüyün müzakirə qrupuna da atacağım. Gözlüyün attım. Rövşən müəllim, Windows düşəcək bizə. Orta məktəbdə olanı bilirəm, ondan əlavə oxumamışam heç. Windows'dan sual düşən deyil. Əməliyyat sistemindən bir dənə sual düşəcək sizə. O sualda ya klaster məsələsi olacaq, ya şey olacaq, faylın adı, genişlənməsi, bir də faylın tam adı, tam yolu bu. Yəni bu üç dənə kənar bir şey olası deyil. Faylın yolu eyni şey oldu. Mən də onlar digər listə zəhmət olmasın. Necə? Faylın tam adı ilə faylın tam yolu idi nə? Onlar eyni şeydi. Nə idi onlar? Faylın tam adı ilə tam yolu eyni şeydir. Amma yolu bir də tam yolu fərqlidir deyəsən. Bəzən cavablar fərqli çıxır. Tam yolu ilə yolu fərqli şeylərdir. Faylın tam yolu olanda faylın özünü də götürürük. Amma yolu Aydındır? deyəndə özünə Yolu deyəndə fayla qədər olan hissə götürülür. Rövşən müəllim, bir də ki orada eyni ola bilər, qabağındakı hərflər fərqli olur. Məsələn, S, C, D, C, D. Onların nətər fərqləndirmək olar? Nəyi? Məsələn, tam yolu soruşanda eyni ad olur. Məsələn, C2 nöqtə ilə, bir də var D2 nöqtə ilə göstərilir. Diskin adıdır da, o disk hansı diskdə göstərirsə onu seçmək lazımdır. Orada o mütləqdir də, onda hansı diskdə verməlidir o. Bəli, bəli, mütləq. Sonra bir də bizim burada əməliyyat sistemlərinin hamı işləyib, yoxsa onda hamı işləməyib? Baxardıq suallarına, izahına. Mən işləmişəm. Mən verilənlər bazasını işləmişim təkcə. Mən siz oturub dərsin başlamağına 1 saat qalmış atırsınız. Hazırda gəlməsin. Çatırmaq olmur valla. Mənim bir gün qalıb, onları nətər eləyək hamısını? Biraz gün ərzində Xətrimiz qalmasın deyə atmısınız. Yox, xətrimiz qalmasın deyə yox. Mən posta həmin vaxtda imkanım oldu, ona görə attım. Şey deyil də, o vaxta qədər vaxtım yox idi. Bir dənə sınaq yığmışam sizin üçün. 30 suala hazırdır. İndi dərsdən sonra oturub 20 sualını da yığacam. Ümumi sınaqda göndərəcəm sertifikasiya girən müəllimlər üçün. Bir də ümumi sınaq atsaz yaxşı olar mənim. Bəli? Sabaha atarsınız onda? Hə, qrupa atacam. Sosu qutara bilmədim. Bir dərsə qədər çatdı. Siz ardıcıl dərslərimdə olub. Bu gün həm əyani dərslər olub. Yenə mən mümkünsə səhər tez atında işləyək. Tez atarsınız Amma ki, biz 5-6-ya işləyək. saxlamayın da. Yox, bu gün atmağı düşünürəm. Axşam gecə atacam. Bitən kimi yollayacam. Axırıncı gündür, xətrimizə dəyməyin. Tez atsaz daha yaxşı olar. Çünki sabah mən də dərsə qoşula bilməyəcəm. Yəni sınağa heç olmasa işləyim. Müzakirə olunacaq bir şey yoxsa bəlkə şəxsi testə hazırlayın göndərin bizə. Biz də asıqlarımızı işləyək. Biz də kuliguma, müəllimə bu günləri kuligum qoşulacaqdı Nalimə. Valla nətər istəyirsinizsə. Əgər belə bir şey yoxdursa, mən əslində düşünmüşdüm ki, suallara baxacağıq.
Onu da dedik sabah baxarıq. Müəllim, o şeylərdən birinin suallarına baxaq da. Niyə ki, müəllim, hamısını sabaha onsuz da çatdırmayacağıq biz. Hə də. O, bu gün atdığımız sınaqlardan hər hansısa birini açıb birlikdə eləyək də burada. Hansı sınaq çox işlənibsə ona baxaq müəllim. Ya çətini hansıdır, siz bilirsiniz onlardan. Çətini hansıdır. Onu eləyək də. Və bunu 10 nəfər işləyib. Dünən mənim verilənlər bazasından da test var idi. Sualım var idi. Müzakirə olmadı deyə qaldı. Hansından? 48-ci axırıncı test idi. O uşaq nəvə söhbəti dolaşıq düşdük Toğrul'la. Verilənlər bazasından olan Bəli, bəli. gözünü tapın. Müəllimə, 11-ci sinifdən. Yox, bu testlə deyirlər. Yoxsa dimin testində Ondan idi. deyil mənim dimdəndir. Dimlə. Mən Mustafanı yazmışdım ki, orada başa düşmə nə var ki. Bir nədirsə baxaq. Hansıdır o nəvə? Budur mənim 48. Neçə uşağı və nəvəsi var? Kim axtarıq biz? Uşaqları, nəvələri. Birinci adamın özünü bilək də. Kimsə Yusifov. Hə, Yusifov idi. 31 AM. 55. Yusifov AM-dur bax. Bay, belə olanda ağaca çevirin onu. 31-55. İndi bunun övladlarını axtarıq biz. 31-55. Valideyn kimi baxaq buna. 31-55. 31-55. 31-55'in bir övladı budur. 33-02. Bir övladı da budur. 40-02. 33-02'dən də 2 dənə var. İndi bu 33-02'nin də övladlarına baxırıq. 34, 31, sonra 35, 11. Sonra 40-02'ye də baxaq. Onun da övladlarını təyin edək buradan. O hər bunun bir dənə övladı varmış. Bunun biri də varmış. 41-93. İndi bunun övladlarına baxıram. 35-86. 35-70. Bir də budur da 35-70. Nəticə falan yoxdur ki Bir bunun üçün. övladı var, 5 də nəvəsi də. Deməli 2 övlad var. Ümumilikdə 5 dənə nəvə var da. Ümumilikdə 7 də. Başa düşdüm mən. Asandır. Çox sağ olun. Müəllim elə oradan 32-yə də bir dənə baxardı. Verilənlər bazasında say fərqlidir 35-dən. Sayı 35-dən fərqli ya da ki rəngi qara, ölkəsi Koreya olanlar. 35-dən fərqli olanlar. İndi gəl bax birincini bunu tapaq da. 35-dən fərqli olanlar hansılardır? 1-dir. Sonra 2-dir. 4-dür. Düzdürmü? 5'dir. 6'dır. 6'dır. Düzdürmü? Rəngi qara olan 2 var. Bir də 8 var. 8 də əlavə elədik bura. Düzdürmü? Bir də ölkəsi Koreya olan. Bunu da əlavə elədik. 7'ni də əlavə elədik bura. İndi keçirik ikinciyə. Sayı 25 ya da ki ölkəsi İngiltərə olanlar. Sayı 25 olanları birinci seçək. Biri budur. Bir dənə var da cəmi 4. Bir də ölkəsi İngiltərə olanlar. 3. 4'ü 10'sa yazmışıq. Yok. 4'tür də sən. Müəllim, bu aşağıdakı Koreya niyə götürmədiniz? Hansı Koreya? Bunu götürmüşəm. Ne olsun bir dəfə? 8 bir dəfə yazmışam. Götürmüş, hə. Niyə yazmışam? Orta olanı istəyir. Ən ortaqdır da kəsişmədir. Düzdür? O da 4'dür. Uyğun avtomobil hansıdır? Dördüncü hansıdır? Rolls Royce. A variantı. Sağ olun. Sonra Kimdə səhvim yoxdur. Mən sizin kitabdan da işləmişdim ama səsiniz. sualım var deyilən baxaq. Yoxdur ama yəni deyirəm işləmişdim. Bir dənə şey qalıb desin. Mən koder atmışdınız yoxsa aray. Onu çatdırmamışam. Koder ana atmışdır. Mən onu da işləyəcəm, çatdırmadım ama. Okey.
Müəllim, bir də dimdən Excel-ə baxmaq olar. Bir dənə orada sualım var idi. Təbii ki, niyə olmasın? Dim. Neçəyə baxıraq? Səhifə 57-də 32. Səhifə 57-də 33. 32 müəllim. 32. 31 bir də. Aha. Deyir ki, Y3 xanasına hansı düsturu daxil etmək lazımdır ki, aşağıdakı xanalara da onu tətbiq etməklə malların endirim tətbiq ediləndən sonraki qiymətləri cəmi manatla hesablansın. Ləman müəllimə. Yaxşı, deməli, burada məsələ nədir? Endirim faizimiz budur, əmsalımız. Düz? Yox, bircə saniyə. Bu əmsaldır. Tam onunla 1-ə vururuq, hə? Sonra onu 5-ə vururuq. Sonra onu 0,9-a vururuq da, elə deyil. Bunu vurub 100-ə bölürük. Yəni, düsturumuz belə olacaq da bizim, hə? Demək, Ümumiyyətlə burada nə istəyir bizdən? Mən başa düşmədim bu şərti. Bilirsiniz nə demək istəyir? Endirimli qiyməti amma manatla istəyir. Birinci bunu əmsala vurmaq lazımdır. Bunu buna. Deməli, B3-ü vururam, dollar B, dollar 1-ə. Düzümü bu xanaya? O dəyişməməlidir. Sonra bunu vurmalıyıq sayına. 5-ə. Yəni C3-ə. Düzdür? Sonra onu vurmalıyıq. Deməli, Endirim faizi çıxmalı deyil. D3-ə. Düzdürmü? Mən B3-dən endirim D3-ə vurduğumuzda çıxıb 100-ə bölməliyik. Endirim Çünki faiz çıxmalı deyilik tapmalıyıq. mənim endirim faizi nəsə. Bircə saniyədə. Deməli, biz ümumi qiymətimiz də budur da. Hə? Bu nə olacaq bizdə? B3 vurulsun dollar B1, hə? Dollar 1. Bundan bunu çıxmaq lazım da. Düzdürmü? Belə bir şey. İndi burada ortaq olanları yəqin ki, mötərizə xaricinə çıxarmağımızı istəyib. Düzdürmü? Ortaq olan nədir? Dollar B1 hər ikisində ortaqdır. Dollar B1 düzdürmü? Dollar 1. Deməli, B3 çıxılsın, B3 vurulsun, C3 vurulsun, D3 bölünsün 100, hə? Belə bir şey olmalı. Mənim B3 də ortaqdır, doğru da. B3 ortaq Əslində, deyil. hə, B3-ü də mötərizə xaricinə çıxarmaq olar. Onda olacaq 1 çıxılsın nəsə, hə? Elə variant varmı cavablarda? Cavablara baxmaq lazımdır, cavabları fərqli verir. Bəndə cavab. Hansı variantı verib? C verir. Hadi. C? Hı. C3 niyə ki? C verir. Yeni də elə verdi bir də. A-da da. Yox, bu ola bilməz axı, necə oldu ki? C olmaz. C necə olur? B3. Hə, düzdür da, düzdür. Çünki birinin qiyməti verib də, düzdür. Birinin qiyməti budursa, bunu 5-ə vurmaq lazımdır, hər ikisini də vurmaq lazımdır, düzdürmü? Ona görə bunu mötərizə xaricinə çıxardıq da. Bunu da vurub, C3 hər ikisindən mötərizə xaricinə çıxardıq. Amma niyə B3-ü çıxarmayıb onu bilmədim. Düstura görə yazmaq lazımdır. Belə bir şey olacaq da. Deməli, başlanğıc qiymətimiz budur. B3 vurulsun C3. Bundan çıxmalıyam endirimli qiyməti. B3 vurulsun C3 vurulsun D3 bölünsün nə? 100. Sonra aldığımız cavabda vurmalıyıq nəyə? Dollar 1, dollar 1. Buna.
dollar B, dollar 1. Hətta burada bu B'nin dolları olmaya da bilər. Çünki buna ancaq sütun üzrə hərəkət etdirəcəyik də. Sütunun da qiyməti dəyişməyəcək zaten. Sonra indi burada mötərizə xaricinə çıxardıb yaza bilərik. İkisini də birdən mötərizə xaricinə çıxardıb yaza bilərik. İndi variantlardan hansı veribsə o. İndi A'nı da verib, bircə saniyə. Hə, A niyə düz deyil? Çünki birin qarşısında dollar olmalı mütləq. Sonra burada bir dənə C qalır da, hə? C variantı. Birin qabağında dollar olmalı deyə. Sonra başqa var? Müəllim, o suala bir dənə qayıda bilərik. Orada ARÇ-də elə sual var idi. Orada endirimli qiyməti yox, endirim qiymətini istəyirdi. Orada biz nə istəyirdi? Elə bil ki, cəmi qiymət yox. Endirim qiyməti. O sual əgər əlinizin altındadırsa baxa bilərik o suala bir dənə. Yoxsa Okey. Buralarda olmalıdır hardasa. Buraya. Sual edəcək yadımda qalmıyor. O sınaqdakını deyirsinizsə deyəsən soruşur ki, endirim olması üçün lazım olan düstur. Endirim qiymətini hesablayan düsturu soruşurdu. Elə də burada. Endirim məbləği. Bu ondan biraz fərqlidir. Burada endirim məbləğindən soruşanda artıq biz sadəcə nə etməliyik? Qiymət verib, bu daha sadədir əslində. Bir də budur. Yəni C1-i vurmalıyam D1-ə, bölməliyəm 100-ə. Başa düşüldü? Bu ondan daha. Endirimli qiyməti istəsəydi, onda belə bir şey olacaq da. C1-dən çıxacaqdım. C1 vurulsun D1 bölünsün 100-ü. Buradan da C1 mötərizə xərcini çıxardıb da yaza bilərik. Problem yox. Təbii ki, burada nə qədər aşağı salındığı, neçə manat aşağı salındığı onu tapırıq. Burada neçə manat endirim olub onu soruşur. Endirim məbləğini soruşur. Amma bu dimdəki sualda burada bayaqkində qiymət nə qədər olub onu soruşur. Yəni əvvəlki qiymətdən sonrakını çıxmaq lazımdır. Endirim qiymətini çıxmaq lazım. Bəli. Endirimli qiyməti soruşur bizdən. Endirim qiymətini yox. Aydın. Test atmışam, bir dənə baxardısa zəhmət olur. Test atmışsınız. Bu nədir? Testin yazısı yoxdur. Hə. O elə Bu nədir ki? Hə, bu şeydir. Bu izahlı siyahıdır. İzahatlar siyahısı nədir? İzahlı siyahı olar da. Yəqin ki, bunu götürüblər. Birə. İzahatlar siyahısı nə deməkdir ki? İzahatlar siyahısı deyildi də. İzahatlar siyahısı olmur da, izahlı siyahı olur. Hə, o nəzərdə tutub da yəqin. Hə da, ağzına gələn yazıb kimsə. Sonra yükləmə üçün bura klikləyin. Bu nə iş görür? Deməli, link deyil, yox. Web səhifədir, lokal kompüterdəki web səhifədir. İnternetdəki yox, lokal kompüterdəki. mən hamısına düz yazmışam. Müəllim, mənə maraqlı olan o alt mənzərə hissəsi var, altın içərisində. Aha. O şəklin altından o yazılmır ki. Yox. O şəkil yüklənməsə o söz yazılır. Şəklin yerində problem olsa da elə də mənə.
İnternetdə problem olub yüklənməyə bilər, nə bilim, çox şey də ola bilər əslində. Mən o ilə başa düşürəm ki, məsələn, qovluq biz şəkli qovluğa atmalıyıq da. Bəzən onun yeri səhv olur deyə. Onun adı orada əks olunur. Mən elə bildirdim ki, şəklin üstünə aparanda göstəricini onun adı yazılır. Yox. Və istənilən halda yazmır. Sadəcə internet, neysə bir problem olanda o mənzərə sözünü Bax, yazır. burada var, bax bu, görürsüz? Şəkil əlavə olunub, düz. Xətalı şəkil. İndi bax biz bunu görürük. Gəlin o sayt hardadırsa onu tapaq, yükləyək. Hani o? Hə, deyil. Açaq birinci onu. Bax, şəkil yüklənmədi deyə bu söz çıxır. İndi elə deyək ki, şəkil yüklənsin. Hani o? Birinci. Burada problem nədədir ki? O gerək onu tapaq birinci. Belə bir şəkil yoxdur deyəsən, hə? Axırda şeydir, böyükdür işarəsini qoymamışsınız. Deyəsən ona görə ola bilər mən. Yox. Deyə məsələn bunu yazaq da. Sağa döndər, deyib o copy paste. Gəlin bunu qoyasın. Bu şəkil 1 2 3 nədir bu? Deyək ki, bax bunu gətirib qoyuram ora. Şəkli yüklədik. İndi şəklimiz düzdür də, problem yoxdur. İndi gəlin səhifəni yeniləyək. Şəkil var, söz yoxdur. Şəkildə hər hansı bir xəta olan kimi bəli, bax, sildim bir dənəsini, ünvanlardan birini azaltdım deyə indi xəta çıxacaq da, şəkil yüklənə bilməyəcək. Onda bu söz çıxır. Mən elə istənilən hal üçün onu götürdüm ki, o da səhv Yox. oldu. Ancaq həmin o şəkil yüklənə bilməyəndə. Mən dediyim variant onda səhvdir də, mənim elədir. Necə? Məsələn, biz o şəkli müəyyən bir qovluğa əlavə edirik də. Qovluğun qeyd olunur axı. Mən elə nəzəriyyədən oxumuşdum, başqa nəzəriyyə idi. Orada qeyd olunmuşdu ki, məsələn, həmin qovluqda yox, tamam başqa yerdə olanda da onun adı orada səhv çıxır. Və yaxud da həmin adı əks olunur. Necə ola bilir? Necə ola bilir? Ünvan göstərilməyəndə. Məsələn, bax, mən burada HTML sənədim desktopdadır. Ona görə mən bu şəkli ünvan göstərmədən də yaza bilirəm bura, onda tapacaq o şəkli. Problem olmayacaq. Əgər bizim HTML sənədimizlə şəklimiz eyni qovluğun içindədirsə, onu demək istəyir orada. Eyni qovluğun içindədirsə, problem yaşamırıq. Şəklin ünvanını göstərməyə ehtiyacımız yoxdur. Avtomatik olaraq şəkil ora düşür. Yox, əgər başqa qovluqdan ora şəkil yerləşdiririksə, bu zaman təkcə şəklin adını verəndə xəta çıxır. Ünvanını da göstərmək lazımdır mütləq. Bəli, onu demək istəyir. Hə. Yəni, səhv söz demirsən. İkisi də düzdür. Sadəcə olaraq biraz açıqlama lazım idi, izahat lazım idi ona. Təşəkkür edirəm. Buyurun. Okey, bu da aydın oldu. Başqa? Axırda bir də mən də sual verərəm. Buyur. Axırda nə versən, indi ver. Bugün mən bir tez işləmişəm MIG. Prosta oradan screen leave ata bilmirəm, səsim də çıxıldı. Belə desəm bilərsiniz, şeydi seriya nömrəsidir. Kimidir, ya necədir, bilmirəm. O yoxdur, 00, onu yazıb qoyurduq yerinə o kimi də. Aha, deyilən o sualı oxu, eləyərik, problem yoxdur. Hə, o maşın nömrəsi verib 00HH000. Aha, bizə saniyə qoyacaqsın bu. Hə. Yazdım. Səsim. Nə verir? Deməli 00HH000. Hə, deyir, Saltı rayonun seriyası 49 olduğu halda bu rayona məxsus neçə müxtəlif maşın nömrəsi var?
Saatlar rayonunda hər neçədirsə? 44, 49 olsun. Deməli, burada məsələ nədir? İlk iki rəqəm artıq verilib bizə. Bir dənə hal mümkündür. Başa düşüldü? İlk iki rəqəmin yerində ancaq 49 ola bilər, saatlıdır deyə. Burada neçə mümkün hal var? 26. Burada neçə mümkün hal var? 26. Burada 10. 10, 10. 26'nın kvadratı vurulsun 10'un kubu. Başa düşüldü? Bir də 49-a vuracaq da müəllim onu. Yox, 49'a vurmayacaq. 49'un olması bir hal olduğunu göstərir. 49'a niyə? 49 Birinci Bəli. yerdə həmişə bir hal olur. 49 seriyası ilə başlamır avtomobil. Hə, bir Yox, dənə bir- rayon dediyinə görə bir Bir dənə rayon deyil, bir haldır da. Rayon kodun birinci ilk iki rəqəm göstərmir. Rayon kodu bir dənə rəqəmdir. Yaxşı, sualı dəyişə də bilərik. Məsələn, belə verərəm. Deyərəm ki, o tipli suallar var idi. Mən işlətmişəm sizə şeydə. Bəli. Məsələn, belə Belə. belə bir şey deyərəm. Məsələn, deyərəm ki, Azərbaycanda avtomobil nömrələri nə bilim belə hərflərin kombinasiyasından yaranan hər nəysə. Sonra deyərəm ki, AA seriyalı neçə avtomobil nömrəsi ola bilər Azərbaycanda? Onda artıq necə olacaq? Orada Deməli, da bu bir yazacaqdı. Onda H-ın 10 yerində vurulsun 10. AA olacaq, bir dənə hal olacaq bu, bax, bir hal. Deməli, burada ondan əvvəldə 10 vurulsun 10 hal, sonra da Yenə 10 vurulsun 10 vurulsun 10 10 hal olacaq. Yəni olacaq 10 üstü 5 hal. Bu qədər nömrə. Birinci yerdə niyə 10 oldu? Çünki bu sıfırın yerində də 10 müxtəlif rəqəm ola bilər, bu sıfırın yerində də 10 müxtəlif rəqəm ola bilər. Necə ki, Bəs burada 10 Azərbaycan 10 olur. deyəndə 76 yazılır axı. Yoxsa 74? Yazmamışamsa nəzərə olaraq ola bilər də bu qədər nömrə. Onda 74 yazılanda 74 olacaq onda. Bəli, 76 yazılsa 76, 74 yazılsa 74, 80 yazılsa 80, fərqi yoxdur. Necə ki, məsəl üçün saatlı deyəndə bir hal baxırıq, 74 dənə hal var deyəndə 74-ə vururuq da. Mən bir də orada məsələn 2 rayon, 3 rayon olsa o rayonların sayı qədər hal Hə, məsəl üçün desəm ki, tutaq ki, saatlı, Neftçala, Salyan. Onda necə olacaq? 3 dənə rayon var da burada. 3'ə vuracaq burada. 49 olmayacaq da artıq, yəni bir hal olmayacaq. 3 dənə hal mümkün olacaq. Onda olacaqdı 3 vurulsun 26'nın kvadratı vurulsun 10'un kubu. Prosta müəllim, bunlar bu siz yazmışsınız 26-ın kvadratı vurulsun 13. Onu açıb yazıblar. Mən doğruca başa düşmürəm ki, bu nədir? Hə, hesablayıblar da 26 vurulsun 26 yazıblar. Çünki biz öyrəşmişik, siz belə yazmışsınız, onu öyrəşmişik. Mən də deyirəm, bu nədir la? Hə, o çox mənasız olur. Elə uzun uzadı nəyə lazımdır ki? Müəllim. Belə. Okey. Elə bir şey qalmadısa, yekunlaşdıraq bu günləri boş. Mən gedim sınavınızı hazırlayım. Boşa vaxt itirməyək. Olar. Oldu müəllim. Gecəniz xeyir Oldu, olsun. gecəniz xeyir. Sağ olun. Sağ olun.